Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Sual olunur ki, Risalədə keçən xatircəmlik, itminan bu sözlərin mənası nədir? Yəni, şəxs xatircəm olsa ki, filan şey bu cürdür. Xatircəmlik gəlsə ki, filan şey bu cürdür. O ki, Risalədə yazılır. Bu xatircəmliyin mənası nədir? Ərəb dilində itminandır, bizim dildə xatircəm olmaq. Xatircəmlik, yəni qüvvətli, güclü bir zənn. Bir şəxs, mükəlləf bir məsələdə deyək ki, şəkkə düşüb. Şəkkin də bildiyimiz kimi iki tərəfi var. Əgər şəxsdə həmin o mövzunun bir tərəfinə güclü bir zənn yaransa, elə bir güclü zənni ki, onun o biri tərəfi, çünki dedi iki tərəfi var, o biri tərəfində elə bir ehtimal qalsa ki, çox cüzi, zəif bir ehtimal olsa ki, ona etina olunmaz. Amma bu biri tərəfində olan ehtimal güclü bir zənn həddinə çatsa, bu halda deyərlər ki, hə, şəxsin bu məsələdə artıq xatircəmliyi var. Bu şəxsə xatircəmlik gəlir. Yəni, şəxs şəkk elədiyi mövzuda ona iki ehtimaldan birində güclü bir zənn yaransa, buna xatircəmlik, itminan deyərlər və o məsələdə ki, xatircəmlik kifayətdir, şəxs də həmin güclü zənninə, yəni xatircəmliyinə orada əməl edə bilər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.